Gördüm, siqnal səsi eşitdim, başımı belə qaldırdım, gördüm ki, bu Paşalı rayon demək xəstəxanasının sürücüsü, demək xəstəxana maşının sürücüsü də, demək Qarodur. Mən buna yaxınlaşdım, dedi get atanı çağır gəlsin. Mən gəldim atamı çağıranda, atam mənə dedi ki, get denən qoy gəlsin. Bir də mən getdim, dedi yox atana denən gəlsin, bu düşmədi maşından. Düşmədi, atam gəldi, getdik. Bu atama dedi ki, Allah verdi. Azərbaycan dilində məndən yaxşı danışırdı. Bəli. İnanın. Dedi ki, aç qapını götür. Atam qapını açıb, demək, biz filyaqa deyirdik. Buralarda biton deyirlər. Hələ bir 40 litrli bir filyaqanı, bitonu atama dedi götür bunu. Bunun içində nə olduğunu mən bilmədim də. Atam bunu götürəndə, indi orada kənd yeri idi. Hündüşka, toyuq, belə deyək də kifayət qədər çox idi. Bu vaxt maşının qabağından hündüşkalar belə keçəndə bu qayıtdı ki, Allah verdi. Bunlar sənindir. Dedi ki, hə Qaro mənimdir. Dedi düşkədə birini kəsim yeyək. Dedi yox, tələsinə. Bunu birini ver aparım yeyeyim. Bu cürdə dedi. Atam da dedi ki, Faik köməklə bundan tutaq. Bu atam bundan 2 dənəsini tutdu, ayağını bağladı, ayaqlarını bağladı. Bu maşından düşmədi. Siz inanırsınız ki, bu maşından düşmədi. Bu atam gətirdi, bunu arxanı açanda gördü ki, arxada filyaqlar var. Bu filyaqların arasında balaca bir uşaq da oturub. İndi bu bunun oğludur, bu bunun nəvəsi olmazdı. Çox güman ki, oğlu olardı da. Dedi ki, Faik, yox, dedi Qaro. Bu uşaq da buradadır ki, dedi bəli Allah verdi. Ağladı düşdü arxamca, məcbur qaldım götürdüm. Dedi ki, Faik mən uzun illərdir Qaro ilə dostluq edirəm. Siz də dost olarsınız. Siz inanırsınız onun işlətdiyi ifadə, sürücünün işlətdiyi ifadə bu oldu ki, Allah verdi bizim dostluğumuza baxmayın, bunların dostluğu olmayacaq. Və o dəfələrlə o ifadələri işlədərək atama burada ev tikmə, burada mülk qoyma, Azərbaycana nə zamansa gedəcəksən. Bunlar mənim xatirimdə yaşayır, qalır və mən artıq müəyyən bir yaş keçəndən sonra bunların kim olduğunu açıq-aşkar hiss etdik ki, həqiqətən də bunlar məhkirli yaşayıblar.